Dinə görə qəzəblənmək, din qəzəbi məhmuddur, öyülür. Bu şey bəyənilir İslam dinində. Rasulullah Allahın dini tapdalandığı zaman, küfür və şirk ortaya meydanda göründüyü zaman Rasulullahın rəngi qızarardı. Rasulullah səsini yüksəldərdi, əsəbləşərdi və qəzəblənərdi. Buna İslam'a olan qeyrət deyilir. Müsəlman dində olan təcavüzlara qarşı qəlbi soyuq durmaz. Hər dinə olunan təcavüz həqiqi müminin qəlbini yandırmalıdır. Həqiqi müminin qəlbini sızıldatmalıdır. Dinə olunan təcavüz müminə sıxıntı verməlidir. Dinə təcavüz olunarsa, din tapdalanarsa, şəriətin əhkamları zay olunarsa, bunun qarşısında müsəlman ürəyi soyuq buz kimi dayanarsa, onun imanının çox zəifliyinə dəlalət edir. Möhtərəm qardaşlar.